إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله sallallahu aleyhi ve aleyhi ve sellem. Əziz uşaqlar, bugün sizinlə Yunus surəsinin 104-cü və 109-cu ayələr, yəni Yunus surəsinin son ayələrini oxuyacağıq. 104-cü ayədə Uca Allah buyurur: Qul ya eyyuhən-nas. Qul ya eyyuhən-nas, yəni bütün insanlara müraciət. Ey insanlar. Qul ya eyyuhən-nasu in kuntum fi şəkkin min dini fələ a'budullezine ta'buduna min dunillah. Velakin a'budullahellezî yeteveffâkum ve umirtu en ekûne minel mu'minin. De sözü, de əmri kimə müraciət olunur? Peyğəmbərə sallallahu əleyhi və səlləm, Məhəmməd Peyğəmbərə sallallahu əleyhi və səlləm. Allah Subhanahu taala Məhəmməd Peyğəmbərə sallallahu əleyhi və səlləm deyir ki, de, yəni insanlara mənim bu sözlərimi çatdır. Peyğəmbərlərin işi nədir? Allah Subhanahu taala'nın sözlərini insanlara çatdırmaqdır. Allah Subhanahu taala Məhəmməd Peyğəmbərə sallallahu əleyhi və səlləm deyir ki, de, insanlara de, ey insanlar, yəni hamı, bütöv insanlar. Ey insanlar, dinimə şək edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Yəni Allah Subhanahu taala Məhəmməd Peyğəmbərə sallallahu əleyhi və səlləm deyir ki, insanlara desin ki, ey insanlar, əgər siz mənim dinimə, tövhid dinimə, tək Allaha ibadət edən dinimə şək edirsinizsə, yəni şübhə edirsinizsə, bilin ki, mən sizin Allahdan başqasına ibadət etdiklərinizə ibadət etmirəm. Mən yalnız tək olan Allaha ibadət edirəm. O Allah hansı ki sizin canınızı alacaq. Yəni ki, o Allah hansı ki öldürür. Yəni ki, həyatı da o verir, ölümü də o verir. Yəni həyat da onun əlindədir, ölüm də onun əlindədir. Necə ki Allah Subhanahu taala başqa surədə Nəcm surəsinin 44-cü ayəsində deyir: "Və ennehu huve amata ve ahya." Öldürən də odur, dirildən də odur. Və sonra deyir ki, mənə möminlərdən olmaq əmr edilmişdir. Və umirtu en ekune minel mu'minin. Yəni mənə əmr olunmuşdur ki, mən möminlərdən olurum. Yəni Allaha iman gətirənlərdən olum. Allaha iman gətirim. Bu müraciət bütün insanlaradır. Peyğəmbər sallallahu əleyhi və səlləm bütün insanlara müraciət edərək bunu çatdırdı. Dedi ki, ey insanlar, əgər siz tövhid dinində, İslam dininə şübhə edirsinizsə, bilin ki, mən sizin Allaha şərik qoşduqlarınıza ibadət etmirəm. Mən ancaq tək Allaha ibadət edirəm. Və sonra bildirdi ki, niyə görə məhz tək Allaha ibadət etmək lazımdır? Səbəblərdən biri, çünki həyat da, ölüm də Allah Subhanahu taala əlindədir. Və əgər həyat və ölüm Allahın əlindədirsə, deməli ancaq Allah ibadətə layiqdir. Yalnız Allaha ibadət etmək lazımdır. Və ona istəyir şərik qoşmaq olmaz. Niyə? Çünki ondan qeyriləri, müşriklərin Allahdan başqa ibadət etdikləri bütün batil ilahlar ibadətə layiq deyirlər. Çünki onlar nə həyat verirlər, nə ölüm verirlər, nə ruzi verirlər, heç nə. Onlar ümumiyyətlə heç nə qadir deyirlər. Heç nə onların əlində deyil. Sonra 105-ci ayəsində, Yunus surəsinin 105-ci ayəsində Allah Subhanahu taala deyir: "Və an aqim vechhaka lid-din hanifa və la takunanna minel müşrikin." Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma. Yenə də tövhid dinin fəziləti və yeganə haqq din olduğu təsdiqlənir. Allah Subhanahu taala Məhəmməd Peyğəmbərə sallallahu əleyhi və səlləm deyir ki, sən hənif olaraq, yəni hənif nə deməkdir? Hənif tək Allaha ibadət edən deməkdir. Hənif tək Allaha ibadət edən deməkdir. Allah Subhanahu taala hənif sözündən İbrahim əleyhissalamı da adlandırmışdı. Hənif yəni ki, tək Allaha ibadət edən, ona şərik qoşmayan. Sən hənif olaraq üzünü dinə tərəf, yəni din deyəndə haqq din nəzərdə tutulur, tövhid nəzərdə tutulur, tək Allahlıq nəzərdə tutulur. Tövhidə tərəf çevir və müşriklərdən olma. Bu da vacib bir yerdir, hissədir. Müşriklərdən olma bu Allah Subhanahu taalanın əmridir. Müşriklərdən olma nə deməkdir? Yəni Allaha şərik qoşma və müşriklərlə olma. Tək sadəcə Allaha şərik qoşma yox, sadəcə müşriklərdən olma yox. Həmçinin müşriklərlə də olma, yəni onlarla bərabər də olma. Burada həmçinin biz nəyə başa düşürük? Yəni ki, müşriklərlə ümumiyyətlə olmaq olmaz. Nəinki onlardan, onlarla da olmaq olmaz. Yəni onlarla oturub durmaq, onlarla dostluq eləmək və s. Xüsusən əgər o müşriklər səninlə mübarizə aparır, müharibə aparırsa, düşmənçilik edirsə. Sonra 106-cı ayədə Allah Subhanahu taala deyir:
وَلَا تَدْعُ مِنْ دُونِ اللّٰهِ مَا لَا يَنْفَعُكَ وَلَا يَضُرُّكَ فَاِنْ فَعَلْتَ فَاِنَّكَ اِذًا مِنَ الظَّالِمِينَ. Allah'ı koyup sana ne bir fayda ne de bir zarar verebilmeyen şeylere yalvarma, dua etme, ibadet etme. Eğer belə etsən, sözsüz ki zalimlardan olarsan. Yani Allah Subhanahu taala burada ne diyor? Deyir ki, la təd'u. La təd'u burada hem dua, isteği duası hem de ki dua yani ibadet duası. Ümumiyyətlə, dua etme yani ibadet etme. Kime, neye? Allah'tan qeyrilərinə. Allah'tan qeyri ne varsa, kim varsa heç birinə, heç kimə ibadet etməyi olmaz. Niye? Çünkü ibadet yalnız Allah'ın hakkıdır. Yalnız Allah'ın ibadete hakkı çatır. Yalnız Allah ibadete layıktır. Ondan qeyriləri heç biri ibadet layık değil. Zaten la ilahe illallah kəlməsi mənası da elə budur. Düzdür? Allah'tan başka ibadete layık hak məbud yoxdur. Ve Allah Subhanahu taala burada deyir ki, sənə heç bir fayda verebilmeyen ve sənə heç bir zarar verebilmeyen şeylere ibadet etme. Ve bununla Allah Subhanahu taala ne deyir? O müşrikler hansılar ki Allah'a şərik qoşurlar, onlar niye inirlər? Onlar özlərindən uyduqları batil ilahlara ibadet edirlər, onlardan istəyirlər, onlara dua edirlər. Halda ki onlar bu insanlara, hemen bu müşriklərə nə xeyir verə bilərlər, nə də ki zərər. Çünki xeyir vermək də, zərər vermək də ancaq Allahın əlindədir. Xeyir vermək də, zərər vermək də ancaq Allahın əlindədir. Və ona görə də ancaq o ibadətə layiqdir. Və fikir verin Allah Subhanahu taala nə deyir? Deyir ki, əgər belə etsən, sözsüz ki zalimlardan olarsan. Bu diqqətə layiq bir yerdir. Burada Allah Subhanahu taala kimə bu sözləri deyir? Məhəmməd Peyğəmbərə sallallahu əleyhi və səlləm. Deyir, ona deyir ki, əgər sən Allah'a şərik qoşsan, zalimlardan olarsan. Yəni hətta insanların ən xeyirlisi, Allah Subhanahu taalanın ən sevimlisi Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm. Əgər o bu əməli, şirki yəni etsə, onun peyğəmbər olması, sonuncu elçi olması, peyğəmbərlərin ən fəzilətlisi olması, insanların ən əfzəli olması ona heç bir fayda verməyəcək və o həmən əməli etsə zalimlardan olar. Allah Subhanahu taala bunu bildirir. Ona görə də əgər bu peyğəmbərə sallallahu əleyhi və səlləm deyilirsə, onda biz əlbəttə ki daha çox şirkdən çəkinməliyik, daha çox ondan uzaq durmağa çalışmalıyıq və ondan qorunmağa çalışmalıyıq və ondan qorumalıyıq və ona görə də biz bilməliyik şirk nədir, tövhid nədir. Ki onların arasında fərq qoya bilək. Bir çox insanlar dinlərini öyrənmədiklərinə görə tövhidlə şirk arasında fərq bilmirlər. Bəziləri, yəni söhbət müsəlmanlardan gəlir. Bəziləri heç ümumiyyətlə bilmirlər tövhid nədir, şirk nədir. Bu sözləri heç vaxt eşitməyiblər. Çünki öz dinlərini öyrənmirlər. Ona görə hər müsəlmana öz dinini öyrənmək vacibdir. Ki o bilmədən Allah'a şərik qoşmaz. Çünki insan bilmədən də Allah'a şərik qoşa bilər. Başa düşdünüz? Bu çox təhlükəlidir. Çünki şirk ən böyük zülmdür. Necə Loğman əleyhissalam öz oğluna demişdi? La tuşrik billah inne şirke la zulmun azim. Allah'a şərik qoşma, həqiqətən şirk ən böyük zülmdür. Ən əzəmətli zülmdür. Sonra Allah Subhanahu taala 107-ci ayədə deyir: "Və in yemseskallahu bidurrin fala kashifa lahu illa hu." وَاِنْ يُرِدْكَ بِخَيْرٍ فَلَا رَادَّ لِفَضْلِهِ يُصِيبُ بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ. Əgər Allah sənə bir zərər toxundursa, bunu ondan başqa, Allahdan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs onun lütfünün qarşısını ala bilməz. O, yəni Allah, bunu öz qullarından istədiyinə nəsib edər, o bağışlayandır, rəhimlidir. Yəni burada Allah Subhanahu taala bizə nəyi bildirir ki, əgər Allah kiməsə zərər vermək istəsə, heç kəs bunun qarşısını ala bilməz. Heç kəs Allah Subhanahu taalanın qarşısını ala bilməz. Heç kəs Allahın qabağında durub onun etmək istədiyinin qarşısını ala bilməz. Heç kəsdə belə qüdrət, qüvvət yoxdur. Heç kəsdə. Bəzi insanlar elə bilirlər ki, xüsusən bu kafirlərdə olur belə fikirlər. Elə bilirlər ki, şeytan ayrıca bir aləmdə yaşayır və o aləmdə özü hökm verir, o orada güc sahibidir və s. Yox. Şeytan da bütün digər məxluqat kimi Allah Subhanahu taalanın qullarından biridir. Sadəcə Allaha asi oldu, onu küfr etdi və Allah onu lənətlədi, qovdu cənnətdən. Və sadəcə ona möhlət verdi. Çünki şeytan ondan möhlət istədi. Bu barədə Allah Subhanahu taala bizə deyir. O dedi ki, ey Rəbbim mənə möhlət ver. Şeytan da Allahın qullarından biridir. Onun heç bir qüvvəti, qüdrəti yoxdur insanlar üzərində. O sadəcə vəsvəsə verə bilər. Bu barədə İbrahim surəsində də bizə Allah Subhanahu xəbər verir ki, cəhənnəmdə şeytan öz davamçılarına, onun dalınca gedənlərə müraciət edir. Deyir ki, mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi, gücüm yox idi. Mən sizi çağırdım, siz də mənim dalımca gəldiniz. Deməli, Allah Subhanahu taala əgər kiməsə zərər vermək istəsə,
Heç kəs bu zərərin qarşısını ala bilməz. Heç kəs bunun qarşısını ala bilməz. Və heç kəs o zərəri aradan qaldıra bilməz. Və əgər Allah Subhanahu taala kiməsə xeyir diləsə, yəni xeyir vermək istəsə, heç kəs o xeyrin qarşısını ala bilməz və heç kəs buna mane ola bilməz. Çünki Allah hər şey qadirdir, qüdrətlidir, qüvvətlidir, ən güclü Allahdır, ən böyük Allahdır. O istədiyini edir. Onun istədiyi olur, onun istəmədiyi olmur. Və Allah Subhanahu taala bizə öz iki adı barədə xəbər verir. Əl-Ğafur, Ər-Rahim. Əl-Ğafur bağışlayan, Ər-Rahim rəhm edən. Sonra 108-ci ayədə Allah Subhanahu taala deyir: "Qul de, ya eyyuhən-nas", yəni müraciət insanlaradır. Ya eyyuhən-nas, ya eyyuhən-nasu qad ca'akumul haqqu min rabbikum. Faman ihtada fa innama yahtadi li nafsihi, və men dalla fa innama yadillu alayha, və ma ana alaykum biwakil. De, ey insanlar, Rəbbinizdən sizə haqq gəlmişdir. Fikir verin. Müraciət bütün insanlaradır. Təkcə müsəlmanlara yox. Bütün insanlaradır müraciət. De, ey insanlar, Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər. Kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm. Yəni, Allah Subhanahu taala Peyğəmbərə sallallahu əleyhi və səlləm deyir ki, insanlara de, ey insanlar, yəni hamısına müraciət olaraq. Ey insanlar, sizə Rəbbiniz tərəfindən haqq gəldir. Allah Subhanahu taala artıq təsdiqləyir ki, insanlara haqq gəldi, çatdı. Haqq nədir? Quran və sünnə. Peyğəmbərə sallallahu əleyhi və səlləm Quran nazil olmuşdu və əlavə olaraq da sünnə. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm din barədə nə danışıbsa, heç vaxt özündən danışıb, ancaq Allah Subhanahu taalanın sözlərini çatdırıb insanlara. Sadəcə Quranda Allah Subhanahu taalanın kəlmələridir. Sünnədə isə Peyğəmbərin sallallahu əleyhi və səlləm sözləridir, amma onlar da Allah Subhanahu taaladan vəhdir. فَمَنْ اِهْتَدَى فَاِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ. Kim hidayət olunsa, bu ancaq onun özü üçün xeyirlidir. Və kim azsa, azğınlığa düşsə, ancaq öz əleyhinə eləyəcək bu işi. Yəni bununla Allah Subhanahu taala bizə bildirir ki, bizdə seçim var. Biz yaxşını da seçə bilərik, pisi də seçə bilərik. Biz yaxşını seçsək, ancaq özümüzə xeyir olacaq. Ziyan olmayacaq. Biz pisi seçsək, ancaq özümüzə pis eləyəcək. Heç kim bizi məcbur eləmir. Məcburiyyət yoxdur. İstəyirsən yaxşını seçməyi, seçirsən yaxşını və əməl edirsən və ancaq xeyir görəcəksən ondan. İstəyirsən pisi seçməyə, seçirsən pisi və ondan təbii ki, zərər görəcəksən və təqsir ancaq insanın özündədir. Hər öz seçimini edir və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Və mə ana aleykum bivakil." Mən sizin üzərinizdə vəkil deyiləm, yəni qoruyan deyiləm, nəzarətçi deyiləm. Mənim işim bu deyil. Mənim işim nədir? Sizə Allah Subhanahu taala vəhiyini çatdırmaqdır. Mənim üzərimə düşən sizə Allahın sözünü çatdırmaqdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu işi gördü. Allah Subhanahu taalanın sözünü çatdırdı necə lazımdır və izah etdi hamısını. Və sonuncu ayədə, 109-cu ayədə, Yunus surəsinin 109-cu ayəsində Allah buyurur: "Vattabi' ma yuha ilayka wasbir hatta yahkumallah və huve hayrul hakimin." Sənə nazil edilən vəhiylərə tabe ol və Allah öz hökmünü verənə qədər səbr et. O hökmranların ən yaxşısıdır, yəni hökm verənlərin ən yaxşısıdır. Burada da Allah Subhanahu taala Məhəmməd Peyğəmbərə sallallahu əleyhi və səlləm deyir ki, sənin üzərinə düşəni yerinə yetir, yəni ki, insanlara haqqı çatdır və bu yolda səbir et, çünki istənilən insan, istənilən vaxt, istənilən yerdə əgər haqq üzərində olsa, mütləq insanlardan kimsə onunla düşmənçilik eləyəcək. Mütləq ona əziyyətlər olacaq. Çünki əgər insanların ən xeyirləri olan, ən seçilmişləri olan Peyğəmbərlər bu yolda əziyyət çəkiblərsə və ən çox əziyyət də onlar çəkiblər. Deməli, kim onların yoluna gedəcəksə, o da həmən o əziyyətdən bir pay görəcək. Çünki bu Allah Subhanahu taalanın qoyduğu qaydadır. Sən əgər insanları arasında yaxşılığı yayırsansa, insanları xeyrə çağırırsansa, xüsusən də ən böyük yaxşılıq olan, ən böyük xeyir olan tövhidə çağırırsansa və şirkdən çəkindirirsənsə, mütləq onların arasında kimlərsə səninlə düşmənçilik eləyəcək və sən buna səbr et və öz yolunda davam et ta Allah sənin onlar arasında hökm verənə qədər və Allah Subhanahu taala öz vədinə xilaf çıxmır. Allah Subhanahu taala Peyğəmbərə sallallahu əleyhi və səlləm kömək etdi və öz dinini bərqərar etdi və yaydı. Onlar nə qədər Allah Subhanahu taala nurunu söndürmək istəsələr də öz sözləri ilə və əməlləri ilə Allah buna imkan vermədi və verməyəcəklər. Necə Allah Quranda bunu bir neçə yerdə deyir. Allah Subhanahu taala öz dinini tamamlayacaq və Allah Subhanahu taala öz peyğəmbərlərinə və onların davamçılarına kömək edir və öz dinini bütün digər dinlərdən üstün tutur. Haqq din də ancaq İslamdır, yəni tövhid dini. Və qələbə də, zəfər də haqqındır, yəni haqq əhlinindir. Nə qədər çətin olsa da, nə qədər indi əziyyətlər, zülm olsa da, sonda bu dünyada qələbə haqqın olacaq, tövhidin olacaq, İslamın olacaq, müsəlmanların olacaq və axirətdə də xeyirli aqibət
tək Allah ibadət edənlərindir. Yəni müsəlmanların, sözün ümumi mənasında. Tək Allah ibadət edənlərin. Bu cümlə bu qədər. Subhanakallahumma və bihamdik, əşhədu an la ilaha illa ent, əstəğfirukallahu və etûbü ileyk.